dikkat. İran Fars işgal rejimi öz korkaklığını, öz beceriksizliğini, İsrail'e cevap vermekten aciz kaldığını ve sıçan deşiklerinde gizlendiğini örtbasır elemek için hedef değiştirmek peşindedir. İsrail'e cevap vermekten korkur. Çünkü bir füze atanda oradan 30 tane uçak gelir, bombardıman eli vurur, dağıdır. Bir güllesine 100 tane cevap verilir. Onun korkusundan İsrail'e değil, başka hedefe çevirmeyi istəyir. Və yalan iddialarla bugün şayəyə salıbdır. Bir neçə saatdır, 2 saat bundan əvvəl şayəyə yayıb ki, güya ki İsrail'in uçakları Nəxçıvanla uçub və Culfanı bombardıman edibdir. Bu yalandır. Qətiyyətlə yalandır. Culfada heç bir topança da patlamayıbdır. Heç bir tərəqqə də patlamayıbdır. Heç bir çaşını sınmayıbdır. Heç yerdə bombardıman olmayıbdır. Ama İran medyası yalandan montaj videoları yayarak bu iddianı geniş formada İran ittilatı yaymakta ve Azerbaycan'ın aleyhine zihniyet yaratmaktadır. Bu bir psikolojik savaştı, bir rəvani savaştı. Başladı ta şəraiti hazırlasın, belki Azerbaycan'a hücum eləsin. O yüzden biz bütün Azerbaycanlıları hazırlığa çağırırız. Ayıq olmağa çağırırız. Herkes ayakta olmalıdır. Bir tane İran erteşi maşını, erteşi motoru, erteşi cipi, tankı, topu, müşeyi Azerbaycan'a doğru yönelirse hemen kalkıp o varlığı, o ordu grubunu məhv yerine yeksan eləməliyik. Dişimizle, dırnağımızla, elimizde ne varsa onu vurup yok eləməliyik, məhv eləməliyik. Bizim topraklarımızdan, bizim kardeşlerimize kimse savaş açabilmez. Buna asla ve abada imkan vermeyecek. Bunu İran Fars işgal rejimi qəşəng bilsin. Değil füze, değil muşek. Bir topança gülləsi belə açılsa, bütün devlet binalarını basmalıyıq. Bütün devlet merkezlerini, ordu merkezlerini, polis merkezlerini, bəsit, sipa, başdarı, şəhərdarı, fermandarı, radyo, televizyon, ne varsa basıp ele geçirmeliyiz. Bu bizim son savaşımızdır. Bu bizim kırmızı xəttimizdir. Azerbaycan'a Amerika'yla, İsrail'le, Arabistan'la, kiminle ne meselem vardı? Ləyaqətin var, rüzən var, geçinen həll eləkini. Azerbaycan'a toxunabilməzsən. Azerbaycan'a üzünü çevirebilmezsen gözün çıxadarıq, məhv eləyərək. Sən yerindəcə yox eləyərik. Və bunu eləməliyik. Herkes buna hazır olmalıdır. Ayıq olmalıdır. Gedən əgər bir tip gedirsə, maşın ordu qrupu gedirsə, sərhəddə tərəf, Azərbaycan sərhəddə tərəf, onu o da çəkməliyik. Əlimizdə nə varsa, hər nə varsa işlədib onu məhv eləməliyik. Onu boğmalıyıq. Yerindəcə boğmalıyıq. Və Tehranda və Həmədanda, Qəzvində, başqa şəhərlərimizdə bütün Azərbaycanlılar hazır olmalıdırlar. İranın bu fitnəsini qətiyyətlə xunsa eləyib və onun öz təpəsini əzməliyik. Ona görə bir daha da Güney Azərbaycan İstiqlal Partiyası olaraq hər kəsə müraciət edirik. Bu şəyyad, şeytan, mürteci, işgalçı, terörçü, işgalçı orada olduğu sürəcdə burada sübat, sülh, əmniyyət yoxdur. Gücümüzü birləşdirib ve İran Fars işgal rejiminin tepesine döye topraklarımızdan kovup çıkartıp ve müstakil Güney Azerbaycan'ı kurmalıyıq. Ve o gün, elə bu gün, bu yani her gündür. Her gün ki eləyebilirsə biz o günü onu eləməliyik. Yani eğer İran Fars işgal rejimi Azerbaycan'a taraf herhangi bir harekette, bir teşebbüste bulunursa bunu hiçbir vəziyyətdə, hiçbir ne bahasına olursa durdurmalıyıq. Hiçbir vəziyyətdə bir adım yeriməsinə imkan verməməliyik və yerindəcə onları məhv eləməyə hazır olmalıyıq. Hazır olmalıyıq və hazır olmalıyıq. Yaşasın müstəqil Güney Azərbaycan, rədd olsun işgalçı İran.